Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə düzxətli bərabər təcilli hərəkət mövzusunda qaldığımız yerdən davam edirik. Hal-hazırda biz 90-dan 120-yə qədər baxacağıq. Ondan əvvəlki testləri digər video dərslərimizdə izləyə bilərsiniz. İndi isə baxırıq 91-ə. 91-də deyir ki, cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən ilk 10 saniyə ərzində yer dəyişməsini hesablayın. Baxırıq burada 2 dənə kəsişənə qədər 2 dənə qrafikimiz var. Mütləq şəkildə x oxuna birləşən hissələrə nisbətlərini götürməliyik. Bilirik ki, V-nin T-dən asılılığı verilibsə, biz həmin o fiqurun sahəsini tapsaq, yolu, yəni yer dəyişməni tapmış oluruq. Deməli, əgər 2 dənə düzbucaqlı, üçbucaqlıdırsa, bilirik ki, sahələri S bərabərdir, 2də 1 AB-yə bərabərdir. Əgər 2də 1 AB-yə bərabərdirsə, demək ki, ayrı-ayrılıqda biz düzbucaqlı, üçbucağın sahəsini hesablasaq, onların yer dəyişməsini hesablamış oluruq. Gəlin hesablayaq. S1 bərabərdir, 2də 1 vurulsun. A-mız, yəni düzbucaqlı üçbucağın bir kateti və digər kateti nəzərdə tutulur. Bir kateti 6-dır, digər kateti isə 5-dir. Vururuq, 2 ilə 6 ixtisara gedir. 3 eləyir 15 metr. Bura alınır 15 metr. İndi digəri S2-ni hesablayırıq. S2 bərabərdir. 2də 1 AB. 2də 1. A-mız neçədir? Məsəl üçün, buranı götürsəm 5, buranı götürsəm -6. 5 vurulsun -6 bərabərdir. 6 ilə 2 ixtisara gedir. -3, buranda eləyir -15 metr. Deməli, bizim, buranı silsək, bizim bu fiqurun da sahəsi eləyəcək -15 metr. Bizdən yer dəyişməni soruşursa, biz onları hesabladıqda baxırıq ki, biri mənfi, biri müsbətdir. Topladıqda onların yer dəyişməsi 0-a bərabər olur. Bu o deməkdir ki, hərəkət zamanı müəyyən bir nöqtəyə gəlir və eyni yerdən də geri qayıdır. Və qayıtdığı nöqtəyə geri gəldiyi üçün, yəni başladığı nöqtəyə geri qayıtdığı üçün bu zaman onun yer dəyişməsi 0-a bərabər olmuş olur. Aydın oldu. 92. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən ilk 10 saniyədə yer dəyişməsini hesablayın. Bu dəfə isə hesablama şəklində deyil, şifahi şəkildə baxacağıq ki, 8-dən 5-ə gəlib və eyni qədər də x oxundan yuxarı hərəkət edib. Bu o deməkdir ki, misal üçün siz bir nöqtədən hər hansısa, baxın, bu nöqtədən hər hansısa hərəkətə başlayıb gəlirsiniz bu nöqtəyə, ondan sonra isə geri qayıdırsınız. Bu zaman əgər qayıdarkən eyni nöqtəyə qayıtmışsınızsa, eyni qədər hərəkət eləmişsinizsə, o zaman biz əvvəlki mövzumuzda da qeyd etdiyimiz kimi həmin hərəkət zamanı yer dəyişmə 0-a bərabər olur. Yəni B variantı. 93. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin koordinatının zamandan asılı qrafiki hansıdır? Hərəkətimizə baxırıq ki, hərəkətimiz bərabər təcilli hərəkətdir, yəni A konstantdır və bərabər yeyinləşən hərəkətdir. Yəni, əgər hərəkət zamanı yuxarıya doğru qalxırsa V-nin qrafiki, bu zaman bərabər yeyinləşəndir. Baxırıq ki, bu x oxunun əksidir. Ümumiyyətlə, x oxun əksi olsa belə, hərəkətimiz V konstant, yəni düzxətli bərabər sürətli hərəkətə uyğun qrafikdir. Baxırıq, B variantı, D variantı, C variantı. Onlar ikisi bərabər təcilliyə uyğun gəlir. Amma x oxunun əksi istiqamətində göstərir, x oxunun əksi istiqamətində göstərir, C və D variantı çıxır. Amma bizim qrafikimiz x oxu istiqamətində olduğu üçün ya B variantı olmalıdır, ya Y variantı olmalıdır. B variantı hərəkəti bərabər yavaşlayan hərəkət olduğuna görə B variantını götürmürük, Y variantı qalır. Hərəkəti baxırıq ki, uzatdıqca əgər qalxırsa, bu zaman hərəkət bərabər yeyinləşən hərəkətdir. 94.
Eyni şəkildə burada da qrafik verilib bizə. Deyir ki, cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki hansıdır? Eyni aşağıdakı qrafikdəndir. Sadəcə aşağıda V-nin T-dən asılılığını verib X-in T-dən bizdən soruşurdu. Burada isə əksi olacaq. Yəni, bayaqlarda qeyd etdiyimiz kimi, əgər X oxu istiqamətində bərabər yeyinləşən hərəkətdirsə, o zaman bərabər sürətli yox, bərabər yavaşlayan yox, X oxu istiqamətində bərabər yeyinləşən yox, X oxu əksi istiqamətində, daha doğrusu X oxu əksi istiqamətində bərabər yavaşlayan yox, C variantı X oxu istiqamətində bərabər yeyinləşən hərəkət qrafikini götürəcəyik. Aydın oldu. 95. Bizdən soruşur, A və B cisimləri sükunət vəziyyətindən mütləq qeyd edirik. Düzxətli hərəkətə başlayaraq O nöqtəsinə eyni zaman müddətində gəlir. Yəni, T-ləri bərabərdir. Yazırıq T1 bərabərdir. T2 sükunət, yəni V0 bərabərdir 0. Cisimlərin təcillərinin modulları arasında hansı münasibət doğrudur? Baxırıq. Birlikdə biz hər hansı, yəni S-lə A-dan asılılıq, yəni X-lə A-dan asılılıq qrafiklərimizi xatırlamalıyıq. Bir çox qrafiklərimiz var idi, amma bizə həm başlanğıc sürəti 0-a bərabər olan, həm X-i göstərən, həm A və T olan bu qrafikimizi xatırlayırıq. AT kvadratı bölünsün 2. Burada A ilə X-in, çünki T-ləri bir-birinə bərabər qeyd eləmişik, başlanğıc sürəti 0 qeyd eləmişik. X ilə A-nın bir-birindən asılılığı düz mütənasibdir, doğrudur. Gətirib burada yazacağıq. X A-dan necə asılıdır? Düz mütənasib. Demək, X A bölünsün X B bərabərdir A bölünsün AB yaza bilərik. Doğrudur. X A-mız neçədir? -8 bölünsün. X B-miz neçədir? 4 bərabərdir. A bölünsün AB. -8-i də -8-i müsbət 4-ə böləndə eləyir -2. Deməli, A bölünsün AB bərabərdir -2. Buradan da asılılığımızı yazsaq, yaza bilirik ki, A bərabərdir modulda -2 AB. Burada B-ni yazaq. Deməli, bizdən təcillərin modulları arasında münasibəti soruşduğuna görə, elə biz modulda cavabını götürdük ki, A bərabərdir 2AB-yə. Bunları da elə modulda yaza bilərik. Eyni cavab alınacaq. Cavab olacaq D variantı. 96. Biraz böyüdək, sualı görə bilək deyə. Euler-Venn diaqramında düz xətt boyunca hərəkət edən A və B avtomobillərinin sürətlərinin proyeksiyasının zamanla asılı qrafiklərinə uyğun, oxşar və fərqli cəhətlərini qeyd edin. Baxırıq qrafiklərimizə. Deməli, 1. Bərabər yeyinləşən hərəkət edir. Hansı qrafik bərabər yeyinləşən hərəkət edilir? Təbii ki, 1. İkinci qrafik bərabər yavaşlayandır. 2. Buna baxdıq. 2. Bərabər yavaşlayan hərəkət edir. İkinci qrafikimiz B. Bərabər yavaşlayan hərəkət edir. Yazdıq 2-ni. O, X oxunun əksi istiqamətindədir. Bəli, hər ikisi də, əgər X oxunun aşağıdadırsa, ona görə X oxunun əksi istiqamətindədir. 4. Təcilin proyeksiyası müsbətdir. Hansı halda təcilin proyeksiyası müsbət olur? Baxırıq. Burada V mənfidir. Hərəkət bərabər yeyinləşəndir. Əgər V ilə A eyni işarəli olarsa, demək ki, hərəkət bərabər yeyinləşəndir. Bərabər yeyinləşən olması üçün həm belə yazaq. Dəqiqə. V yazıram. Mənfidir. A-mız da mənfi olmalıdır ki, hərəkət bərabər yeyinləşən olsun. Burada V-miz mənfidir. A-mız isə müsbət olmalıdır ki, hərəkət bərabər yavaşlayan olsun. Bizdən də müsbəti soruşur deyə olacaq ikinci. Bunu silək burada, yerimiz olsun. Yazırıq, deməli 4, 2, 4 burada. 5. Sürət vektoru ilə təcil vektoru eyni istiqamətdə yönəlmişdir. Bu nə deməkdir? Əgər bərabər yeyinləşən hərəkətdə biz demişdik ki, sürət və təcil eyni istiqamətdə yönəlir. Bərabər yavaşlayan hərəkətdə isə təcil və sürət vektoru əks istiqamətdə yönəlir ki, hərəkət bərabər yavaşlayan olur. Ona görə də olur 1, burada
5. Deməli, birinciyə aid olur 1, 5. Bu deyil, bu deyil, bu deyil. Elə bunun üstündən bir dəfəyə çəkək. Aha. İkinciyə aid olur 2, 4. Bu da deyil. Üçüncüyə aid olur 3. Bəli, cavab olur A variantı. Keçdik. 97. Aha. Eyni şəkildə Euler-Venn diaqramına görə A və B cisimlərinin hərəkət koordinatları verilib və bu zaman birinci, ikinci, 3, 4, 5 hamısına bir-bir baxırıq variantlara. Bərabər yeyinləşən hərəkətdir. Əgər işarələri eynidirsə, deməli hərəkət bərabər yeyinləşəndir. Yəni 1. Bərabər yavaşlayan hərəkətdir. Biri mənfi, biri müsbətdirsə, o zaman bərabər yavaşlayan hərəkətdir. 3. 5 saniyə zaman müddətindən sonra dayanır. Bu nə deməkdir? V-si V0. Belədir, bax, V0. Hətta sayda versiyada yazıram. Çıxılsın, üstə gəlinsin AT. Əgər V bərabər 0-dırsa, o zaman hərəkət dayanır. Yəni, hərəkət bitir. Bu zaman biz baxacağıq nəyə? Baxırıq birinci üçün. A cismi üçün. Hətta belə yazıram, rahat olsun deyə. A cismi üçün. Mənfi 10 T. Üstə gəl T'nin kvadratı bərabərdir. Ya da belə yazsam, bir də uzun yazmayacağım. Hazır düsturun V-ni çıxardıram mən. V nəyə bərabərdir? V0 mənfi 10 üstə gəl. Heç S-ni yazmıram. Bayaq S-ni yazıb oradan V-ni çıxardacaqdım, amma artıq siz S-dən V-ni rahatlıqla çıxarda bilirsiniz deyə ehtiyac yoxdur. Mən elə bir dəfəlik çıxardacağım. Əgər burada hər hansısa bir çətinlikləriniz varsa, bundan əvvəlki video dərslərimizdə onları çıxartmaqlarımıza baxa bilərsiniz. Mənfi 10 üstə gəlinsin 2T. V-mizi 0 götürürəm. 0 bərabərdir. Mənfi 10 üstə gəl 2T. T'miz də nəyə bərabərdir? 5 saniyəyə. Tapdıq. İndi keçirəm B üçün axtarıram. V bərabərdir. Mənfi 10 çıx 2T'yə. 0 bərabər mənfi 10 çıx 2T'yə. T bərabərdir. Mənfi deməli 10 bu tərəfə keçəcək. 10 bu tərəfə keçəndə eləyir 10 bölünsün mənfi 2 eləyir mənfi 5 saniyə. Heç mənfi 5 olmur. Yəni burada alınmır. B variantı alınmır. Alınır T bərabər 5 saniyə A cismi üçün. Yazırıq 3. Buralarda yer boşaldaq. Keçək növbətiyə. 1 yazdıq, 2 yazdıq, 3 yazdıq. OX oxunun əksi istiqamətində hərəkət edir. Baxırıq V-nin qarşısındakı işarəyə. Əgər V-nin qarşısında mənfi işarədirsə, daha doğrusu V0-ın qarşısında mənfi işarədirsə, bu ilə bizə OX oxunun əksi istiqaməti olduğunu göstərir. Və hər ikisində də işarə mənfi olduğuna görə ikisinə də aid edilir. Yazılır 4 ortaya. 5. Sürət vektoru ilə təcil vektoru eyni istiqamətdə yönəlmişdir. Eyni istiqamət nə deməkdir? Yəni, yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkət hansı idi? B cismi idi. Yəni, 5 yazılır 1-in yanına. Deməli, cavablarda baxırıq. Birinciyə 2, 3 olmalıdır. A getdi, B getdi, Y getdi. İkinciyə, yəni B-yə 1, 5 olmalıdır. C getdi. 4 isə ortaqdır. Yəni, üçüncüyə cavab olur D variantı. 98. Eyni şəkildə birinci və ikinci qrafik verilib və cisim verib. Onlara uyğun olaraq biz cavabı tapmalıyıq. Baxırıq. Cisim bərabər yavaşlayandı. Hansında? İkincidə. Yazıram 1. Cisim bərabər yeyinləşəndə. Hansında? Burada birincidə. Cisim OX oxu istiqamətində hərəkət edir. Hansı? Əgər X oxundan yuxarıdadırsa, demək hər ikisi OX oxu istiqamətindədir. Yazıram 3. Onları xəttləyək. 4. Cismin təcilinin modulu sabitdir. Bu nə deməkdir? Yəni, A bərabərdir konstant. Əgər hərəkət bərabər yeyinləşən və bərabər yavaşlayan deməkdirsə, bu elə hərəkətin A konstant, yəni bərabər təcilli olduğunu göstərir. Ona görə ikisinə də aiddir.
5. Cismin başlanğıc sürəti sıfırdan fərqlidir. Hansında sıfırdan fərqlidir? Burada sıfırdan başlayır. Burada isə müəyyən bir rəqəmdən başladığı üçün 5 aid olur bura. Deməli, 2, 3, 4, 1, 5. Baxırıq, 2 birinciyə aiddir. Bu deyil, bu deyil, bu deyil, bu deyil. 2, ikinciyə 1, 5 aiddir. Üçüncüyə 3, 4 aiddir. Cavab B variantı. Keçdik, 99. Biraz da böyüdüm. Euler-Venn diaqramına əsasən eyni şəkildə birinci və ikincini hesablayacağıq. Buranı təmizləyim ki, rahat yaza bilək. Deməli, cisim bərabər yavaşlayan hərəkət eləyir. Bəli, hansı yavaşlayan hərəkət edir? İkinci yazıram, 1. Cisim bərabər yeyinləşən hərəkət edir. 1. Birinci və uzandıqca uzanır deyə, biz buradan uzatsaq uzanır deyə bərabər yeyinləşən hərəkət sayılır. 3. Cisim OX oxunun əksi istiqamətində hərəkət edir. Əgər X oxundan aşağıdadırsa, demək bu ikisine də aiddir. 4. Cismin təcilinin modulu sabitdir. Əgər hərəkət bərabər yeyinləşən və ya bərabər yavaşlayandırsa, bu elə A-nın konstant, yəni bərabər təcilli olduğunu göstərir. 4. 5. Cismin başlanğıc sürəti sıfırdan fərqlidir. Hansında burada sıfırdan başlayır, burada isə müəyyən bir yerdən, müəyyən bir rəqəm olduğuna görə cavab olacaq 5 ikinciyə. Baxırıq. Birinciyə 2 aiddir, yalnız bu getdi, bu getdi, bu getdi, bu getdi. İkinciyə 1, 5 aiddir, üçüncüyə isə 3, 4, eyni B variantı. 100. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətlər verilib. Bura baxırıq. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkət verilib və bizdən 6 dənəni rahatlıqla bölməyimizi istəyir. Baxırıq. Birinci nə deyir? Yer dəyişmənin proyeksiyası zamandan şəkildəki kimi asılıdır. Bu necə hərəkətdir? S-in T-dən asılıq bərabər yavaşlayan hərəkətin qrafikidir. S-dən S-T qrafikidir. Bərabər yavaşlayan yazırıq 1. Hətta içinə yazaq daha rahat olsun bura 1. 2. Sürətin modulu zaman keçdikcə artır. Hansında sürətin modulu zaman keçdikcə artır? Bərabər yeyinləşəndə. Əgər yavaşlayan olsaydı azalardı. Yazırıq 2. Sürətin modulu zaman keçdikcə azalır. Dedik bərabər yavaşlayanda sürətin modulu azalır. 4. Təcilin modulu sabitdir. Hansında sabitdir? Dedik hərəkət əgər bərabər yerləşən və yavaşlayandırsa bu bərabər təcilli hərəkətdir və 4 ortaya aiddir. 5. Yer dəyişmənin proyeksiyası zamandan şəkildəki kimi S-T-dən asılılıq qrafiki verilib. Bu şəkildədir. S-in T-dən asılılıq qrafiki bərabər yeyinləşəndir və o da birinciyə aiddir. Qaldı 6. Sürətin proyeksiyası zamandan xətti asılıdır. Bu o deməkdir ki, sürət artanda təcil də artır, zaman artanda, daha doğrusu təcilin artanda zamanın xətti şəkildə artmasını göstərir və bu da hər ikisinə aid olan bir variantdır. Yazılır 6. Aşağı yazıram belə. 2, 5, 4, 6, 1, 3. Baxırıq. Birinciyə nə aiddir? 2, 5. Bu deyil, bu deyil, bu deyil, bu deyil. 2, 5. İkinciyə 1, 3. Ortaya, yəni üçüncüyə 4, 6. Cavab olur B variantı. Sonra 101. Eyni şəkildə bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkət verilmişdir. Yəni qrafiklərə əsasən biz 6 dənə variantı bölməliyik. Baxırıq, yer dəyişmənin proyeksiyasının zamanın asılılıq şəkli ST-dəki kimidir. ST-yə baxırıq ki, bu hərəkət bərabər yeyinləşəndir. Yazırıq bura 1. 2. Sürətin modulu zaman keçdikcə artır. Hansı hallarda artırdı? Bərabər yeyinləşəndə. Yazırıq 2. 3. Sürətin modulu zaman keçdikcə azalır. Hansı hallarda azalırdı? Bərabər yavaşlayanda. Təcilin modulu sabitdir hər ikisində. Yer dəyişmə modulu burada ST-dən asılılıq necə hərəkətdir? Bərabər yavaşlayan. Yazırıq bura 5. Aşağı sürətin proyeksiyası zamandan xətti asılıdır. Bu da ortaqdır, yəni 6. Eyni olmalıdır. İndi baxırıq 1, 2. Bu deyil, bu deyil, bu deyil, bu deyil. 1, 2. İkinciyə 3, 5. Ortaya 4, 6. Cavab olur D variantı. 102.
Eyni şəkildə bərabər yeniləşən və bərabər yavaşlayan verir. V-nin T-dən asılılıq qrafiki bərabər yeniləşəndir. Yazırıq bərabər yeniləşən. 2. V-nin T-dən asılığı bərabər yavaşlayandır. Yazırıq bərabər yavaşlayanı. Yerdəyişmə zamanın kvadratik funksiyasıdır. Bu nə deməkdir? Yəni S bərabərdir AB T kvadratı bölü 2. Bəli, S T-dən kvadratik asılıdır. Və bu hansılara aiddir? Hər ikisinə ümumiyyətlə bərabər təcili hərəkətə aid olduğuna görə ortaya yazırıq. Sürət və təcil vektorları eyni istiqamətdə yönəlib. Eyni istiqamətdə yönəlibsə, hərəkət bərabər yeniləşəndir. Təcilin modulu sabitdir, bu isə ortaqdır. Baxırıq, birinciyə 1,4 aiddir. İkinciyə 2 aiddir, üçüncüyə 3,5. Yəni A variantı. Keçdik. 103. Eyni şəkildə bərabər yeniləşən və bərabər yavaşlayan hərəkətlər verilmişdir. Bizdən deyir ki, birinci, sürətin proyeksiyası zamandan şəkildəki kimi V-nin T-dən asılığı necədir? Bərabər yavaşlayandır. Yazırıq 1. İkincidə V-nin T-dən bərabər yeniləşəndir. Yazırıq 2. Bunlar getdi. 3. Yer dəyişmə zamanın kvadratik funksiyasıdır. Dedik, bu ortaqdır. Sürət təcil vektorları əks istiqamətdə yönəlmişdir. Əks istiqamətdə yönəlibsə, bərabər yavaşlayan hərəkətdir. Təcilin modulu sabitdir, bu isə ortaqdır. Deməli, 2, birinciyə 2 aiddir, 1, 4 və 3, 5. Yəni, cavab D variantı. 104. Eyni şəkildə 2 dənə qrafik verilir və bizdən onları hesablanmamızı soruşur. Təcilin modulu 5 metr/saniyə kvadratıdır. Baxırıq, təcilin düsturu necədir? A bərabərdir, V çıxılsın, V0 bölünsün, T. Yəni, əgər başlanğıc sürət verilibsə bizə, modulu soruşursa, son sürətlər ikisində də 0-dır. Baxırıq, 20-ni 5-ə böləndə 4 eləyir, 25-i 5-ə böləndə 5 eləyir. Yəni, 1 bura aiddir. Sonra, bunu aşağıda yazsam daha aydın olar. 1 bura aiddir. Sonra, 2. X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət edir. X oxu əksi istiqamətindədir. İkisi də hərəkət bərabər yavaşlayandır. İkisi də aiddir. Yəni 2 ortaqdır. Sürət və təcil vektorları əks istiqamətdə yönəlib. Yəni sürət və təcil vektorları əks istiqamətdə yönəlib bir-birinə və bu da hərəkətin bərabər yavaşlayan olduğunu göstərir və hərəkətin birinci də, ikinci də ikisi də bərabər yavaşlayandır. Ona görə ortaq. 3, 4. 5 saniyə ərzində 50 metr yol gedir. Gəlin də onu hesablayaq. O nə deməkdir? S bərabərdir. S bərabərdir. Deməli, V0 mənfi yazırıq. Çünki V'lərimiz mənfidən başlayır. T üstə gəl AT kvadratı böl 2. Burada gətirib yazacağıq. Mənfi V0T. V0'ımız neçədir? Mənfi 20. Neçə saniyədən söhbət gedir? 5 saniyədən. Mənfi 100 üstə gəlinsin. A'mız deməli 20-ni böldük 5-ə elədi 4. Vurulsun. T'nin kvadratı 25 bölünsün 2. O da bərabərdir. Mənfi 100 üstə gəlsin. 2 ilə 4 ixtisarı gələcək 2. Eləyəcək modulda 50 metr. Yəni, mənfi 50 elir, o da modulunu soruşur deyə, modulun o deməkdir ki, bizdən yolu soruşur. Yolu soruşur deyə modulda alınır və o da elir 50 metr. 50 metr. Yəni, 1'ə aid olacaq 4. Bu da getdi. 5. Dayanana qədər getdiyi yol və yer dəyişmənin modulu bərabərdir. Bu o deməkdir ki, baxırsınız, əgər 20-dən başlayıb 5-də dayanıbsa, yəni dayanana qədər son sürəti 0 olanda, onun yolu ilə yer dəyişməsi bir-birinə bərabər olur. Yəni, bu da ikisinə görə ortaq sayılır. 5. 4'ü buraya yazdım. Qarışacaq. 4'ü buraya yazım. Qaldı 6. İkinci saniyədə sürətin modulu 12 metr/saniyədir. Onu da buradan qeyd edək. Deməli, bizdən nəyi soruşur? T bərabərdir 2 saniyədə. Sürətin modulu tapaq. Sürətimizin düsturu nəyə bərabər idi? V0, mənfi V0 üstə gəl AT. Yazırıq, baxaq. Birinci üçün elə yazaq. İlk onu yoxlayaq. Bərabərdir. Mənfi V0, mənfi 20
üstə gəlinsin. A-mız neçə idi? 4. Saniyəmiz də 8 bərabərdir. Mənfi 12 metr böl saniyə. Bizdən mənfi 12 metr böl saniyəni tapdıq. Bizdən də modulunu soruşur deyə olacaq. Modulda 12 metr böl saniyə. Cavab olur 6 olur bura aid. Deməli, birinciyə 4, 6. İkinciyə 1, üçüncüyə 2, 3, 5. Cavab olur B variantı. 105. Eyni şəkildə bizə 2 dənə qrafik verilib və o qrafiklərə əsasən biz hesablamaları eləməliyik. Baxırıq, birinci, təcilin modulu 2 metr böl saniyəyə bərabərdir. Biz dedik ki, təcilin düsturu nəyə bərabərdir? V çıxılsın, V0 bölünsün T-yə. Başlanğıc sürətləri bizə verilib, amma son sürəti 0 olduğuna görə bu 0-dır. Böləndə yazırıq, 10-u bölürük 5-ə 2 eləyir, 15-i bölürük 5-ə 3 eləyir. Ona görə 2, hətta modulu deyə 1-ə aiddir. Yazırıq 1, 1. İkinci, x oxu əksi istiqamətində bərabər yavaşayan hərəkət edir. İkisi də x oxunun əksi istiqamətindədir və ikisi də yavaşayan hərəkət edir. Ona görə 2 ortaq. 3. Sürət və təcil vektorları əks istiqamətdə yönəlib. Hərəkət bərabər yavaşayan olduğu üçün x-nə də bərabər yavaşayan deyə ortaq götürürük. 3, 5, 4. 5 saniyə ərzində 25 metr yol gedib. Yazaq. S bərabərdir. Burada A-mız modulda 2-dir. Burada A-mız modulda 3-dür. Dedik. Metr böl saniyənin kvadratı. Metr böl saniyənin kvadratı. Aha. Burada S-imiz nəyə bərabərdir? S bərabərdir. V0 mənfi 10 vur. T-miz 5 saniyə. 50 üstə gəlsin. A-mız 2 vur. T-imiz neçə idi? 25 böl 2 bərabərdir. Mənfi 50 üstə gəlinsin. 2-lər ixtisara getdi. 25. O da bərabərdir. Mənfi 25. Bizdən isə yolu soruşur deyə müsbət götürəcəyik. Yəni modulda 25. Tapdıq bunu. Buralarını hesablamanı silim ki, qarışmasın. Modulda 25 metr. O da nəyə aiddir? 1-ə aiddir. Yazırıq 4. Getdi. Dayanana qədər getdiyi yol və yer dəyişmə modulu bərabərdir. Dedik ki, bərabər yavaşayan hərəkətdir və ikisi də son sürətləri 0-a bərabər olduğuna görə ikisinə də aid olur və 5 ortaq götürülür. 6. İkinci saniyədə sürətin modulu 9 metr böl saniyədir. İndi isə bunu 2 üçün hesablayaq. Hətta 1 üçün də hesablaya bilərik, amma elə birinci 2-nə hesablayaq. V bərabərdir. Mənfi V0 üstə gəlsin. AT mənfi bərabər qoyuram. Mənfi V0 baxıram mənfi 15 üstə gəlsin. A-mız 3-dür. Saniyəmiz isə neçə verib bizə? 2 verib. 6. Daha doğrusu bura 2 yazım. Sonra mənfi 15 üstə gəl 6. O da eləyəcək mənfi 9 metr böl saniyə. Amma bizdən modulunu soruşur deyə modulu eləyir müsbət 9 metr böl saniyə. Elə bu da ikinciyə aid olur. Buraya yazırıq 6. Baxırıq. Birinciyə 1, 4. Bu deyil, bu deyil, bu deyil, bu deyil. Birinciyə 1, 4. İkinciyə 6. Üçüncüyə 2, 3, 5. D variantı. 106. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın. Bərabər yeniləşən hərəkətdə cismin sürət modulu zaman keçdikcə, yazıram 1, zaman keçdikcə bərabər artır. Bəli. Çünki hərəkət bərabər yeniləşəndir. Artır və təcil 2 vektoru, sürət vektoru ilə bərabər yeniləşəndə necə olur? Eyni istiqamətdə olur. Bərabər yavaşayan hərəkətdə isə cismin sürətin modulu zaman keçdikcə bərabər azalır və təcil vektoru sürət vektorunun əks istiqamətində olur. Baxırıq. 1, 4, 2.
1, 4, 2, 5, 3, 6. A variantı. 107. Düz xətlə hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. Baxırıq. Burada bu nöqtədən bu nöqtəni göstərir bizə. Bunlar arasındakı məsafəni tapmalıyıq. Birinci bu qrafiki hesablayacağıq. Sonra bu qrafiki hesablayacağıq və cəmləyəcəyik. Biz onlar arasındakı məsafəni tapa bilək deyə. Çünki nöqtələr ayrı-ayrıdır. Birinci, dedik ki, bayaqları əgər qrafikə perpendikulyar, biz x oxuna perpendikulyar endirdikdə həmin o qrafik hesablaya biləcəyimiz sahə qrafikidirsə və V-nin T-dən asıllığıdırsa, biz S fiquru olaraq hesablaya bilirik. S1, bunu hesablayıram, bərabərdir. 2-də 1, AB, düz xətli, düz bucaqlı, 3 bucaq olduğu üçün 2-də 1 AB olaraq hesablayıram. Yazıram 2-də 1, A katetin biri, yəni 15, B katetin digəri, yəni 10. İxtisar getdi, qaldı 75 metr. S2, baxırıq ki, S2 bizim trapesiyamızdır. Trapesiyanı necə hesablayırdıq? Düz bucaqlı trapesiyadır. A üstə gəl, B böl 2 vur H. Hesablayırıq. A trapesiyada qrafikin, deməli trapesiyada bir dəfə katetin bu hissəsi götürür, bir dəfə burası götürür və hündürlüyü götürür. Yəni katet A, B dedikdə yuxarı və aşağı hissələri nəzərdə tutulur. 10 üstə gəlinsin 10 bölünsün 2 vurulsun H-ımız neçə idi? Daha doğrusu 10 yox, burada 20. Bölünsün 2 vurulsun. Hündürlüyü nə olacaq? 10. 2 ilə də 5, 2 ilə də 10 ixtisar gedir, qalır 5. 30 da vururuq 5-ə, eləyir 150 metr. Bizdən isə onlar arasındakı məsafəni soruşur. Yəni S1 üstə gəlsin S2, o da bərabərdir. 150 üstə gəlinsin 75, bərabər 225 metr. Cavab olacaq Y variantı. 108. 108-də də eyni şəkildə bizə müşahidə anından 12 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablamağı soruşur. Əsas burada diqqət eləməli olduğumuz nüans odur ki, 2 dənə fiqur verilib. Bəli, sadəcə onlar müəyyən bir nöqtədə kəsişiblər və kəsişmə anında onlar arasındakı məsafə 0-a bərabər olur. 109. Bizdən x koordinat verilib və koordinata əsasən cismin dayanana qədər nə qədər yol getdiyini soruşacaq. Bunun üçün biz əvvəlcə V-ni tapmalıyıq. V nəyə bərabərdir? Əgər dayanma deyirsə, V bərabərdir V0 çıxılsın AT. Dayanmaq deyirsə, demək ki, V bərabərdir 0-a. Əgər V bərabərdir 0-dırsa, burada yazıram. V bərabərdir V0. V0 çıxılsın AT. V0'ımız baxırıq müsbət 8 çıxılsın. A-mız neçədir? 4. T bərabərdir 0. T'miz nəyə bərabərdir? 2-yə. T'ni tapdıq ki, biz 2-yə bərabərdir. Bizdən isə yolu soruşur. Yolun düsturu nəyə bərabərdir? S bərabərdir. Burada yazıram. S bərabərdir. V0T üstə gəlsin AT kvadratı böl 2. Biz elə burada bu x 0-dırsa bunu götürmürük. Buradan bu tərəfə götürəcəyik. Müsbət 8T çıxılsın 2T'nin kvadratı 2T'nin kvadratı. O da bərabərdir. 8 vurulsun 2, 16 çıxılsın 2 vurulsun 2'nin kvadratı eləyir 4. 4'ü də vururuq 2'yə eləyir 8. Çıxılsın 8 bərabərdir 8 metr. Cavab olacaq C variantı. 110. 110'da isə bizdə dayanmanı deyir, amma koordinatı soruşur. Biz eyni şəkildə gələcək. Əgər son sürəti 0-a bərabərdirsə, yazırıq son sürət bərabərdir 0-a. V bərabərdir eyni şəkildə 0-a. Mənfi 4T üstə gəl T'nin kvadratı. Mənfi 4 üstə gəlsin 2T bərabərdir 0-a. T nəyə bərabərdir? 2.
Eyni şəkildə 2-ni tapdıq. Bizdən isə koordinatı soruşur. Bunun üçün isə sadəcə gətirib x koordinatında yerinə qoyacağıq. X bərabərdir. T'nin kvadratı 4 çıxılsın. 2-ni vururuq 4-ə eləyir 8. Üstə gəlinsin 3 bərabərdir. -4 üstə gəl 3 bərabərdir. -1 metr. Cavab olur D variantı. 111. Buraları silək. 111-də bizə deyir, güllə tapancadan 280 metr/saniyə sürətlə çıxır. Lülənin ortasında güllənin sürətini hesablayın. Deməli, bir dənə tapanca şəkil çəkək burada. Nə qədər profesional çəkə biliriksə artıq. Sanki buradan güllə çıxır. Əgər bunun bu hissəsini biz S götürsək, yəni güllənin hərəkət etdiyi məsafə olaraq S götürsək, bizdən isə lülənin uzunluğunu daha doğrusu biz S götürsək, bizdən isə lülənin orta hissəsində, bu hissəsində S/2-də onun sürətini soruşursa və ortasını bizdən soruşur. Yəni ortadakı sürəti nəyə bərabərdir? Gəlin indi yazaq. Bu hissədə yerimiz var, buradan yazacağıq. Deməli, əgər biz xatırlamağa çalışsaq ki, S-in bizdən V ilə asılılıq bir düsturu var idi. S nəyə bərabər idi? V kvadratı üstə gəlsin, V0 kvadratı bölünsün 2A. Bizdə isə hərəkət zamanı başlanğıc sürət 0 olur. Çünki başlanğıc olaraq 280 ilə çıxıb, çıxma sürətini verib bizə. Onda biz V bərabərdir, bunu 0 yazsaq, S bərabərdir, V-nin kvadratı bölünsün 2A-da. V-ni tapa bilirik, bəli. V nəyə bərabərdir? Kök altda 2AS. Bu düsturu tapdıq biz. V bərabərdir 2AS-ə. İndi V-nin S-dən asılılığı kök altında işarə ilə olduğuna görə V çıxan bölünsün V orta bərabərdir. V çıxdığı hansıdır? S yəni. S çıxdığı bölünsün S orta. Amma kök altında yaza bilirik. Gətirib yazırıq. V çıxan nə qədər idi? 280 bölünsün V orta. O da bərabərdir kök altda. S çıxan, yəni onun məsafəsi S özü. S ortada S/2 vermişdik. Bunların yerini dəyişsək biz. Hardan yazaq? Biraz aşağılardan yazarıq. Bu hissədən yazıram. 280 bölünsün V orta bərabərdir. S bölünsün S/2. S-lər ixtisara gedir, qalxır yuxarı, qalır kök altda 2. Bizə də kök altda 2-ni verib ki, burada. Kök altda 2 1/4-ə bərabərdir. O da yəni bərabərdir 1/4-ə. Onda V ortanı tapsaq 280 bölünsün 1/4-ə bərabərdir. V ortanı da 280-i burada. 280-i bölü 14-ə vuruq 14-də 10-a. Bununla ixtisara gedir 20, o da eləyir 200. Gətirib yazırıq 200 metr/saniyə. Cavab olur Y variantı. 112. Eyni şəkildə cismin hərəkət tənliyi bizə verilir və bu tənlikdə koordinatı tapmağı soruşur. Bizdə indi dayanma anı verib deyə T-ni tapacağıq. Gətirib tapaq. Bu hissələri yazdınızsa silirəm. Deməli, yazıram V bərabərdir. V0 üstə çıxılsın. AT V bərabərdir 4 çıxılsın 2T, o da bərabərdir 0. T bərabərdir 2. Tapdıq. Gətirib yazırıq. Bizdə nəyə soruşur? Koordinatı. Demək ki, eyni şəkildə qalır. 12 üstə gəl 2 vur 4 8 çıxılsın 2-nin kvadratı 4 bərabərdir 20 çıx 4 eləyir 16 metr. Cavab olur B variantı. 113. Cismin sürətini, deməli bizdə V-nin T-dən asılılığı verilib və bizdən S-in T-dən asılılığını soruşur. Baxırıq ki, V-nin T-dən asılılığı sabitdir, yəni V konstantdır. Demək, birinci düzxətli bərabər sürətlidir. Ona görə Y ola bilməz, D ola bilməz, B ola bilməz. Ya A-dır, ya S-dir.
İkinci isə bərabər yavaşlayan hərəkətdir. S-in T-dən belə bir qrafiki olmadığına görə bərabər yavaşlayan hərəkət bunu göstərir və cavab olur C variantı. Keçdik. 114. 114. Eyni şəkildə burada da V-nin T-dən asılılığı verilib. V birincidə konstantdır. Yəni bərabər sürətlidir. Ona görə A ola bilməz, C ola bilməz, D ola bilməz. Ya B-dir, ya Y-dir. B variantında ümumiyyətlə qrafikdə bizə bərabər yeyinləşəni verib. B variantı bərabər yavaşlayanı göstərir bu hissəsi. Bu isə bərabər yeyinləşəni göstərir. Ona görə cavab olur Y variantı. 115. V-nin T-dən asılılığı verilir. Birinci bərabər yeyinləşən hərəkətdir. İkinci isə bərabər yavaşlayan hərəkətdir. Eyni şəkildə S-də də tapmalıyıq biz. Burada birinci bərabər yeyinləşən, bərabər yavaşlayan. Baxırıq, bu bərabər yavaşlayandır, getdi. Bu bərabər yeyinləşəndir, bu bərabər yavaşlayandır, getdi. Bu bərabər yeyinləşəndir, qaldı. B, C, D. İkinci, bərabər yavaşlayan hərəkəti göstərir bizdən. Bizdə X oxundan aşağıda, yəni X oxunun əksi olduğuna görə B variantı deyil. Çünki yuxarıdadır, X oxundan yuxarıdadır. Burada bərabər sürətli hərəkəti göstərdiyi üçün ikinci qrafik C variantı deyil. Cavab olur Y variantı. 116. V-nin T-dən asılılığı verib. Bu bərabər yeyinləşəndir. İkinci isə bərabər yavaşlayandır. Buradakı qrafiklərə baxırıq. Birinci bərabər yavaşlayandır, ona görə deyil. İkinci X oxunun əksidir deyə deyil. Qalxırıq yuxarı. Bizə dedik necə idi? Birinci bərabər yeyinləşən idi. Bəli, C bərabər yeyinləşəndir, Y bərabər yeyinləşəndir, D isə bərabər yavaşlayandır deyə deyil. İkinci burada C variantında ikinci bərabər sürətli hərəkətindir deyə götürülmür. Olur cavab Y variantı. 117. Birinci hərəkət bərabər yavaşlayan, ikinci isə bərabər yeyinləşən. Baxırıq, birinci bərabər yavaşlayandır, bəli, yəni A variantı. B variantı bərabər yeyinləşəndir, deyil. İkinci, C variantı bərabər yavaşlayandır. D variantı X oxu istiqamətindədir deyə deyil. Y variantı X oxunun əksi istiqamətində bərabər yavaşlayandır, düzdür. Ya A-dır, ya B-dir, ya C-dir, ya da Y-dir. Baxırıq ikinci. İkinci bərabər yeyinləşəndir. A-da ikinci bərabər yavaşlayandır. C-də bərabər yeyinləşəndir. Y variantında isə bərabər sürətlinin olduğu üçün Y deyil. Cavab C variantı. 118. Birinci hərəkət bərabər yavaşlayan, ikinci isə bərabər yeyinləşən hərəkətdir. Baxırıq, bu bərabər sürətlidir deyə deyil. Birinci bərabər yavaşlayan, B variantında bərabər yeyinləşəndir deyil. Üçüncü, C variantında X oxunun əksi istiqamətindədir deyə deyil. D variantında da, Y variantında da birinci bərabər yavaşlayandır, düzdür. Amma ikincidə isə bu bərabər yavaşlayan olduğuna görə bu nəzərə alınmayacaq. Yeyinləşən olması üçün Y variantı doğru cavabdır. Keçdik. 119. Cismin sürətinin proyeksiyasının zamandan asılılığı verilmişdir. V-nin T-dən asılılığına görə S-in T-dən asılılığını tapacağıq. Baxırıq, birinci bərabər sürətli hərəkətdir. Ona görə də D variantı olmayacaq, Y variantı olmayacaq. X oxunun əksi istiqamətində olduğu üçün C variantı olmayacaq. Ya A-dır, ya B-dir. İkinci hərəkət isə bərabər yavaşlayan hərəkət olduğu üçün bu bərabər yeyinləşəndir. Ona görə B variantı olmayacaq. Cavab A variantı. 120. Eyni şəkildə V-nin T-dən asılılığı verilmişdir. Bizdən S-in T-dən asılılığını soruşur. Baxırıq, birinci düz xətli bərabər sürətli hərəkət olduğu üçün D variantı olmayacaq, Y variantı olmayacaq. A, B, C-dir. İkinci hərəkət isə bərabər yeyinləşən hərəkətdir və X oxunun əksi istiqamətindədir. Ona görə C variantı olmayacaq. Yeyinləşən hərəkət A variantındadır, amma B variantındakı hərəkət isə bərabər yavaşlayandır. Ona görə cavab olacaq A variantı. Bugünlük bu qədər. Bu günləri biz 120-yə qədər testlərimizi işlədik. Bundan sonra isə bizə 162 testi, digəri isə 42 dənə. Onu isə digər videoda izləyəcəyik. Sağ olun, hələlik.